Uşaq görür ki, valideyni işləyir, çox yaxşı qazancı var, bütün günü telefondadır, kitab oxumur. Deyir, mən niyə kitab oxuyuram? Valideynim kitab oxumur ki, o kitab oxuyaraq pul qazanmır, o telefonla oynayır. O başa düşmür ki, hə, mənim valideynim də nə vaxtsa mənim yaşımda olub və kitab oxuyubdur. O onu götürmür. Belə deyək, məhduddur onların belə bu mövzudakı baxış açısı. Valideynlərin dövründə telefon heç olmayıb demək olar Bəli, ki. bəli. Uşaq istəyir ki, görsün ki, o da kitab oxuyur və ondan nümunə olaraq götürsün. Kitab oxuyan bir valideynin övladının ola bilməz ki, telefona marağı olsun. İndi elə insan var ki, təbii ki, telefonda oxuyur kitabı, elektron kitablar oxuyur, amma mən tövsiyə eləyərdim ki, belə deyək də, manual, dədə-baba qaydası ilə olan normal o kitabları oxusunlar ki, uşaqlara nümunə olsunlar. Uşaq görsün ki, həm mənim valideynim də kitab oxuyur. Qoy mən də gedim dərslərimi oxuyum. Nümunə çox önəmli bir şeydir həqiqətən də.